Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. İlk önce salamlayıram məclis iştirakçılarını. Allah sizləri hifz eləsin. Allah mərhum xanəmini əhl-i beytdən məşhur eləsin. Tədbirdə, məclisdə ictimai xadimlər var, əziz qazilərimiz, ziyalılarımız, ruhanilərimiz. Allah hər birinizə hifz eləsin. Hacıya mən təşəkkür edirəm, yer verdi, təvazökarlıq elədi. Allah onu hifz eləsin. Mən az danışaram çünki məndən sonra da danışılacaq, məndən öncə danışılıb yetər. Amma istəyirdim mən də mərhumun ruhuna nəsə bir hədiyyə edeyim. Və ona görə bir neçə kəlmə ilə yekunlaşdırıram. Allah Teala Quranda buyurur ki اَلَّذ۪ينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَيَجْعَلْ لَهُمُ الرَّحْمَانُ وُدَّ. Bir insan əgər imanlı yaşayarsa, salih əməlləri yiyəsi olarsa, qəlblərdə ona qarşı məhəbbət yaradaram. Yəni, məhəbbətin yolu da göstərir Allah Teala bizə, hardan keçir, necə qazanmaq olar. Və ona görə buyurublar ki, çalışın, elə yaşayın ki, öləndə siz üçün ağlasınlar, göz yaşı döksünlər. Belə yaşamaq hədislərdə qeyd olunur. Və kimi sevilir, kimi sevirlər? O insan ki, yalnız özü üçün yaşayır, yalnız öz arzuları, yalnız mən, belə deyək də, elmi dilləndisi, egocentrik, hər şeydə özünü güdür, öz marağını güdür. Belə insanlar tarix yaza bilmir, belə insanlar sevilmir. Amma o insanlar ki, fədakar yaşayır, fədakarlıq məhəbbət yaradır. İnsanlarda həmən insana qarşı məhəbbət başlayır qəlblərdən alovlanmağa. Bu bir ilahi bir qaydadır. Ona görə Əleyhisselamın mübarək cümləsini istəyərdim deyim sizə. Cəmiyyətə faydası olmayanları ölülərdən say geçsin. Cəmiyyətə xeyri olmayanları ölülərdən say geçsin. Yəni yaşayır amma ölüdür. Amma bir insan ki cəmiyyətə faydası var, xeyri var, o dünyasını değişsə də belə diridir. Çünki torpağın altında olsa da belə torpağın üstündə yaşayan insanlara istiqamət verə bilir, xət verə bilir. Belə bir insan diridir Allah məntiqində. Allah üçün dəyərlidir. Və mən bir dənə də şəhid ayəsi deyirəm sizə. Bununla da inşallah yekunlaşıram. Bizim əziz beynəlxalq qarimiz də buradadır. Azərbaycanımızı başqa ölkələrdə dəfələrlə təmsil edir. O da oxuyarsa digər ruhani qardaşlarım dedi, qaydanı hazır bilir necə olacaq. Bir şəhidin cümləsini sizə deyirəm. Allah Teala öz kitabında bu şəhidin sözündən sanki sitat gətirir. Yəni belə deyək, şəhid bir yerə gəlir çatır ki, sözü Allah sözü olur. Yəni bu qədər. O da söz budur. Buyurur ki, bir şəhiddir, yıxılır torpağa. Yıxılan kimi torpağa deyəcəyi söz budur. Ya leytəni qavmi ya'lamun. Kaş mənim qövmüm, kaş mənim xalqım, kaş bəşəriyyət biləydi. Bimə qafara li Rabbi və cealəni minəl mükremin. Necə Allah məni əff elədi və necə məni əzizlədi. Kaş bunu biləyidilər. Kaş biləyidilər ki, məni burada necə qarşılayıblar. Bu şəhidin sözüdür Quranda ayət. Yəni şəhid kəlamı Allah ayəsidir. Bu qədər Allah üçün dəyərlidir. O bir uca bir məqamdır, uca bir zirvədir. Bu insan bunu gedir, addım atır və Allah da lütf edir. Allahın mərhəmətidir, Allahın məhəbbətidir, Allahın eşqidir. Allah bizim bütün əziz şəhidlərimizi, bugünə qədər nə qədər şəhidlərimiz olursa, hamısını Peyğəmbər və Əhl-i Beytinə qonaq qərar versin. Allah qazilərimizi hifz eləsin, şəfa versin. Allah sizləri də qorusun. Allah bu yeri, bu məmləkəti, yerin göyün bəlalarından hifz eləsin inşallah. Və vaxtı nəzər aldım, ona görə qısa danışdım. Allahın daim nəzərində olasınız, Allah sizi hifz edin. Elhamdülillah, Rabbil aləmin. Çox sağ olun.